Herkese salam. Yeni vlogla karşınızdayım. Bugünkü vlogumuzda da yani akşamda düzdür hava. Ama bugünkü vlogumuzda da yani Bakıya gedəcəm. Orada neler yaşanacaq və demək olar ki 3-4 günlük vlog olacaq. Ona görə hava qaranlıqdır. Gördüğünüz kimi hava qaranlıqdır. Ona görə gedim yatım. Səhər videonu başladacağım. Herkese salam. Gördüğünüz kimi indi yuxudan dönmüşəm. Baxın, hələ də əzim yeməmişəm, üzüm çəkilidir. Durum, əzim yeməyimi yiyeyim. Gedim Noya dünyada olacaq vlogu başladacağım. Sağ olun. Uşaqlar, baxın, yeməyimi yedim, əzimi yedim, dişimi fırçaladım. İndi gedim əynimi geyinək. Əsasımı da darıyaq. Gördüğünüz gibi 5 düşürdüm hələ də. Çox yorulmuşam, 5 düşürdüm. Qurtarım. Maşına yerində videonu başlayacağım. Dəhşət soyuq var. Burada biz yolu göstərirəm. Görürsünüz, Vezlə gedirik. Və yolu göstərirəm. Hələ gedirik. Biz burada muğamdayıq. Muğamdayıq. Hələ də yenə də yolu göstərirəm. Və demək olar ki, yenə Vezlə gedirik. Çünki 7 kilometr yəni Vezlə gedirik. Burada Bakıya girmiş 28 bulvardır. Burada da yönettik. Her az qalımıza hələ 1 saat var çatmamıza. Və gəldim. Uşaqlar gəldim çatdım indi. Əmim oğlum da yanımdadır. Necəsiz uşaqlar? Yəni o birisi videoda gördüyünüz Roblox oynayırdıq. Yəni maşın cəhb getmə. Bax həmin o oğlan budur. Salam, qalın. sabah inşallah sizə paket partlatacaq.